Salam, hər vaxtınız xeyir. Əvvəla təzə xəbəri sizə çatdırım ki, dövlət başçısının imzası ilə Azərbaycanda jurnalistlərə, dırnaqarası jurnalistlərə mənzil verirlər, mənzil paylayırlar. Bunu da bilirsiniz ki, yani bu proses necə baş verir? Ona görə ki, Azərbaycanda azad mətbuatdan danışmaq mümkünsüzdür. Yani azad mətbuat demək olar ki, sıfır səviyyəsindədir. Buna misal olaraq Mehman Hüseynov cəza çəkir. Nə üçün çəkir, niyə çəkir və Mehman Hüseynovun gördüyü işləri biz hamımız bilirik. Nəyə qarşı mübarizə aparırdı və nələri çəkib xalqımıza göstərirdi, bunu da bilirik. Ondan sonra Monitor jurnalının redaktoru Elmar qətlə yetirildi və nə üçün yetirildi, bunu da bilirik. Və hələ də cinayətkar yaxalanmayıb, cinayət işi açıq olaraq qalıb, bağlanmayıb. İllər keçir üstündən. Amma bugün və bu hər il təkrar olunur, bəzi satqın, hakimiyyət yönümlü, doğrunu deməyən, yalancı və mitinqlərdə, toplantılarda çəkdikləri filmləri xalqa çatdırmayan, televiziyalarla göstərməyən, yalancı, saxtakar jurnalistlərə ev verirlər. Və bu bir daha onu sübut edir ki, Azərbaycanda azad mətbuat ola bilməz. Çünki hər kəs bu rejimdən, bu sülalədən asılı olmalıdır. Niyə? Çünki əgər azad mətbuat olarsa, xalqımız doğruları eşidər, doğruları görər və bu ona səbəb ola bilər ki, xalqımız anlayar ki, bu rejim Azərbaycan xalqını aldadır, Azərbaycan xalqının əzir, haqqını yeyir və bu yollarla jurnalistləri ələ almaqla, yalancı informasiyaları xalqımıza ötürməklə öz rejimlərinin ömrünü uzadırlar. Bu öz yerində və benzinin qalxması səbəbi adicə bir misal çəkim. Benzin qalxır, xalqımız benzin alacaq 20 qəpik artıq hər litrdə verəcək və bununla Azərbaycan hakimiyyəti üstündən bir gün keçməmiş jurnalistlərə ev paylayır. Və həmin pulu hardan alacaq? Yenə də Azərbaycan xalqından. Yazıq Azərbaycan xalqından. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur ki, jurnalistlər durub ev alarlar hakimiyyətdən, dövlətdən. Yəni, jurnalistika deyilən bir sahə dövlət tərəfindən dəstəklənməlidir. Amma sərbəstlik verilməlidir o jurnalistikaya. Çünki sərbəst reklamlar olmalıdır, mətbuat sərbəst olmalıdır, jurnalistlər sərbəst işləməlidir və o reklamlardan pul qazanmalıdır. Qəzetlər, jurnallar, televiziyalar sərbəst olaraq işləməlidir, azad olaraq işləməlidir, demokratik olaraq işləməlidir və bunun məğzində qəzetlərin satılmasında, reklamların paylaşılma səviyyəsində jurnalistlər maaş almalıdırlar, qəzet satılmasından pul almalıdırlar və bununla da özlərini saxlamalıdırlar. Yəni bir daha onu göstərir ki, ey mənim jurnalistim, əgər sən mənimlə deyilsənsə, mən səni acından öldürəcəm. Amma bunu sizə çatdırmaq istəyirəm ki, o evi almaq istəyən jurnalistlər, vicdanınız olsun, vicdanınız qarşısında bircə dəqiqə fikirləşin. Sizin həmkarlarınız Mehman içəridə Əfqan muxtarlığının başına torba keçirilir, xaricdən gətirilir. Yəni siz o mənzili alıb içində necə yatacaqsınız, necə duracaqsınız, övladlarınızın gözünün içinə necə baxacaqsınız ki, yəni mən mənzil aldım dövlətdən. Ya bu absurd bir şeydir. Komünizm vaxtında da belə deyildi. Yəni komünizm vaxtında kimin yadına gəlirsə hamı dururdu növbəyə və əsas xidmətləri olan insanlar 1 il, 2 il tez alırdılar evi. Ona görə də demək istəyirəm ki, yəni azad mətbuat olmayan ölkədə insanlar bugün də olacaq.
əsasən də bax bu jurnalistlər ki var, yaltaqlıq edib, nə bilim, hakimiyyətin sözün deyib, başqa öz həmkarlarının vəziyyətini başa düşməyib, gözü kör olmuş jurnalistlər bax bu rejimi yaşadırlar. Siz onu bilin ki, sizlərin çiynində durub bu rejim, Azərbaycan xalqının rəzil durumu, bax bu kimi satqın jurnalistlərin, vicdansız jurnalistlərin çiyinlərində yaşayır. Buna rəy bildirməlidir. Mən vicdansız olardım, buna münasibət bildirməsəydim. Buna rəy bildirməlidir. Yazıçılar, vicdanlı yazıçıları nəzərdə tuturam. Şairlər, musiqişünaslarımız, artistlərimiz, müxalifətdə olan vicdanlı insanlarımız, hakimiyyətdə olan belə əgər vicdanlı insanlar varsa buna rəy bildirməlidir. Deməlidir ki, ey rejim, sən bu xalqı, bu vətəni hara aparırsan? Yəni o qədər alçaldırıq ki bu xalqı, bu vətəndaşları sındırırıq ki, gör ev verməklə özümüzə yaltaq, nə bilim, sındırılmış bir insanlar da. Yəni bu insanlarla biz nə edə bilərik, nəyə nail ola bilərik? Sabah müharibə olsa, erməni tərəfə keçəcək, erməni çox pul verəcək, kvartira verəcək Yerevanda, gedəcəklər onun dediklərini deyəcəklər daha. Yəni bu sınmış insan neyniyə bilər? Yəni sən insanlara sərbəstlik ver ki, bunlar getsinlər, işlərin görsünlər və ölkəmizdə demokratiyanın çiçəklənməsini göstərsinlər və bununla da nəyəsə nail olsunlar. Yəni bu qədər vicdansızlıqla, bu qədər yəni insanları sındırmaqla nəyə nail olursunuz? Hakimiyyətiniz biraz da uzanacaq. Nə olsun? Yəni bunun axırı nə demək istəyirsiniz? Yəni insanları durmadan sındırıb, qırıb, əzib, şilküt edib, yox edib, qalanları qaçsın, nə bilim türmələrdə çürüsün, öldürülsün. Bununla da məsələ bitmir. Azərbaycan xalqı mübariz xalqdır. Azərbaycan xalqı yenə mübariz xalqdır. Yenə birini tutarsan biri çıxacaq, birini öldürərsən biri doğulacaq. Yəni bu qədər yəni aşağılamayın bu vətəndaşları. Jurnalistlər sizədir. O evi alan jurnalistlər. Vicdanınız olsun. Vicdanınızla kompromisə getməyin. Bu rejimin yanında olursunuz. Barı heç olmasa azad, sərbəst yazan həmkarlarınızın da bir həyatını düşünün. Bu qədər. Çox sağ olun. Rəylərinizi bildirin, fikirlərinizi bildirin. Görək xalqımız necə fikirləşir bu haqda. Çox gözəl xalqım, çox sağ ol. Gələn görüşlərə dək.